Fatime'nin canı Ali 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 Hamd Ali 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 Alkışlarınızı görmür ya. Ali 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 Xeyberi fetheden düşməni xar edən Rəsul-i şad edən Ali 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 Xeyberi fetheden düşməni xar edən Rəsul-i şad edən Ali 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 maşallah. Ali Ali Ta nefesim vardı yere Ta nefesim vardı yere Can sana kurban ederim Can sana kurban ederim Ya ta nefesim vardı yere ya Ali. Ta nefesim vardı yere Can sana kurban ederim Ya Ali Can sana kurban ederim Ya Ali 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 Ya Ali 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 Ya Maşallah Ali 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 Ya Ali 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 Necef'te diye inşallah Görüne güzel erşi tutup Dem bugün Görüne güzel Erşi tutup Dem bugün Yandı bize güsse keder gem bugün. Yandı bize güsse keder gem bugün Sesle yine sen ağamı hem bugün. Sesle yine sen ağamı hem bugün Hem de ki üç yıl dedine Bak belə öl sen dedine Ta nefesim var diyerem Ta nefesim var diyerem Can sana kurban ederim Ya Ali Can sana kurban ederim Ya Ali 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 Ya Ali Sağ ol olsun. Doğdu vilayet güneşi aleme Doğdu vilayet güneşi aleme Sağı geçir süzmeycan bademe Sağı getir süzmeycan bademe Kalbim onun adın eder zemzeme Kalbim onun adın eder zemzeme Ruhum ola zinde dene Ruhum ola sende dene Ali 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 Ya Ali 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 Ben ki dedim bir defedir Eybi yok Ben ki dedim bir defedir Sen onu zikreyle meleyden de çok Sen onu zikreyle meleyden de çok Siddi Ali'ye bu şuar olsun o Siddi Ali'ye bu şuar olsun o Şam seher gün dedine Belə ölsən dedine Ya Ali 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 Ya Ali
Alem bir yana, bu sen bir yana. Alem bir yana, bu sen bir yana. Dünya bir yana, bu sen bir yana. dünya bir yana, Bu sen bir yana. Günü dərmərəm, yerə sərmərəm. İki dünyanı versələr səni vermərəm. gülü dərmərəm, yerə sərmərəm. İki dünyanı versələr səni vermərəm. Hamı Dünya bir yana. Dünya bir yana, sen bir yana. canı sen. Əsən küləklər səni səsləyir. Köydə mələklər səni səsləyir. Əsən küləklər səni səsləyir. Əsən küləklər səni səsləyir. Dünya bir yana, bu sen bir yana. 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 Allah İmam Hüseyin əleyhissalama Xazil bəyimizi xoşbəxt eləsin. Hamımıza Kərbala, Ərbəyin, Bəqi ziyarəti nəsib eləsin və xahiş elədilər Hazır Qələmimizdən ki, bir ata haqqında bir gözəl şeir, muğam oxusun. Allah Teala inşallah bütün ataları qorusun. Peyğəmbərimiz sallallahu buyurur ki, mən və Əli bu ümmətin atalarıyıq. Allah Teala o mənəvi atalarımıza xatir əziz atalarımızı bağışlasın inşallah, qorusun, var eləsin. Hər bir evlada şərəf, şöhrət ilə şan atadır. Hər bir evlada şərəf, şöhrət ilə şan atadır. Başa tac, qəlbə xərə, təxt-i Süleyman atadır. Olasan şah, olasan şah, yenə yox zərrə qədər fərqi onun. Olasan şah, yenə yox zərrə qədər fərqi onun. Damcı sən bunu bil, dəhridə ümmayan atadır. Olasan şah, yenə yox zərrə qədər fərqi onun. Damcı sən bunu bil, dəhridə ümman atadır. Qocalıyam, olsa da pirani bil ki dayaqdır o sənə. Qocalıyam, olsa da pirani bil ki dayaqdır o sənə. Südü vermişsə ana, cismidə üçün can atadır. O da vaxtında verir və borcunu evlada gərək. O da vaxtında verər borcunu evlada gərək. Çünkü dünyaya bizi bəxş edən insan atadır. Bakira öz yeri vardır atanın evladını. Ne kadar arsa da evlad yenə sultan atadır. Ata başa tac imiş, ata başa tac imiş, hər dərdə əlac imiş. Övlad ne kadar uzalsa da yine ataya möhtac imiş.
Sen arka dayaq həmişə mənə, sənə verməliyəm qiyməti qardaş. Sen həmişə arka dayaq mənə, sənə verməliyəm qiyməti qardaş. Bir ana bətrində gəldik dünyaya, sən ey qollarımın qüvvəti qardaş. Qardaş arxalansın gələk qardaşa, saadətlə biz ömrü duraq başa. Bu dünya durduqca firavan yaşama, bu dünya durduqca firavan yaşa. Sahilin qızının taqəti qardaş. Görüm ay bəy toyun mübarək olsun. Görüm ey taze bey, ömrün həmişə növbəhar olsun. Görüm ey taze bey, ömrün həmişə növbəhar olsun. Açılsın gülşəni ömründə, güllər laləzar olsun. Nə qədir var bu dünyada, sən də bu dünyada xoşbəxt ol. İlahi bu gözəl qamət, yaman gözdən kənar olsun. Başlanan ömrün əzizim çox mübarəkdir. Nə xar olsun həyatın yollarında, ya nə qubal olsun. Həyatın keşməkeşli yollarında istərəm billah, səninlə birgə bu tay tuşlarında bəxtiyar olsun. Həmişəm qaçmışam insaf, mürüvvət olmayan yerdə. Həmişə qaçmışam insaf, mürüvvət olmayan yerdən. Varam bir kəndə ki, zıx kəndi kimi, orada ədalət etibar olsun. Əlimdə yoxdur şeirimdən səvah, bir özgə sərmayəm. Bu xürrəm məclisən mahir, bu şeirim yadigar olsun. Əzim minayət dəyər, qaşların ay taze bey minayət dəyər. İl var bir günə dəyməz, sənin bugünkü günün minayət dəyər ayəm. Görüm ay bey toyun mübarək. Bu toy mübarek, toy mübarek. Allah rızası var, toy mübarek, toy mübarek, toy mübarek. Allah rızası var, toy mübarek, toy mübarek, toy mübarek. Allah rızası var, toy mübarek.
Səfa verildi göylərə Hatiri Peyğəmbərə Xatiri Peyğəmbərə Deyir mələklər Heydərə Deyir mələklər Heydərə Toy mübarək Toy mübarək Allah rizası ola Toy mübarək Toy mübarək Toy mübarək Allah rizası olan Toy mübarək Alkışlayırız beyimizi. Allah mübarek eylesin. Sağ olun, sağ olun. Çok mübarek. Hacı cavanlığım yadıma düşdü maşallah. Bu Yunus Peyğəmbərdir. Balığın qarnından çıxdı, amma onların arasında heç bir qohumluq əlaqəsi yoxdur. Ya Əli, mən oturmuşam evdə, qapı bağlı, pəncərə bağlı, ruzi hardan gələr? İmam buyurdu ki, əcəl hansı qapıdan gələrsə, ruzi də o qapıdan gələr. Aşıq Ələsgər yazır ki, ona dağdan verər ruzi, ona ol qər dəryadan. Bu mətləbi qalan kimsə haram gəzməz, halal istər. Bu mətləbi qalan çoxdur, mütəlləq etiqad etməz. Bu əmrə etiqad etmək, dərin mərifət kamal istər. Ya Əli, o nədir ki, dirisi içdi, ölüsü yedi? İmam buyurdu ki, bu Musa Peyğəmbərin əsasıdır. Bir ağacın budağı olan zaman su içər. Kəsilib əsa olandan sonra Allah Musa Peyğəmbərə buyurdu ki, ya Musa, əlindəki əsanı at yerə. Bilirsiniz, böyük bir əjdahaya çevrildi o əsa. Fironun cadugarlarını tutdu. Dirisi içdi, ölüsü yedi. Ya Əli, sən Allahı görürsənmi? Dedi, mən görmədiyim Allaha səcdə eləmərəm. Amma bu gözdən yox, Allahı bu gözdən görmək olmaz. Ya Əli, sən bunları fikirləşmədən, düşünmədən, hesablamadan necə bu suallara cavab verirsən? İmam buyurdu ki, sənin əlində neçə barmağın var? Dedi, 5. Dedi, bəs niyə saymadın? 1, 2, 3, 4, 5. Dedi, ya Əli, mən əlimin içini də bilmirəm. Dedim, mən bütün elmləri əlimin içi kimi bilirəm. Ələmdar Mahir, Allah ruhun şad eləsin. Nə qədər elmi var aləmdə, sərasər bilirəm. Mən nə qədər sağam, məndən sual edin. Mən göyün yolların, yerin yollarından yaxşı tanıyacam. Nə qədər elmi var aləmdə, sərasər bilirəm. Tövratı Həzrəti Musaya bərabər bilirəm. İncili körpəliyimdən belə yeksər bilirəm. Çünki Tövratda, İncildə mənim adım gəlib, İlya. O kitablar ki, səmadan enib əzbər bilirəm. Loh-u məhfuzidə bir-bir nə xəbər var, açaram. Ya Əli, Peyğəmbərimiz sallallahu buyurur ki, səni yalnız mömin sevər. Münafiqə dünyanı da versən, sənə kim bəsləyər? Sənə məhəbbət bəsləməz. Allah bizləri inşallah Əleyhisselamdan ayrı salmasın, vilayətindən, məhəbbətindən, eşqindən. Bu kənd ki var, Zıq kəndi. Elə uşaqlığımızdan eşidirik ki, Əleyhisselama bir xüsusi məhəbbətləri var. Hacı Aqil əmmimiz, Hacı Yaşar, Hacı Nasir əmmimiz, Hacı Hüseyin, nə qədər bu kənddə əli süfrələr oxuyublar. Çox sağ olun. Nə qədər əli süfrələr oxuyublar. Burada əli qədəmgahı var. Ya Əli, səni yalnız mömin sevər. Allah Teala inşallah Əleyhisselamdan ayrı salmasın. Özümüzü, ailəmizi, nəsillərimizi, əsillərimizi bu vilayətdə sabit qədəm eləsin. İnşallah Allah bu elmi bizlərə aşılayan, o qaranlıqdan ışıqlığa çıxardan Hacı Rizvan əzzimizə, ustadımıza uzun ömür, can sağlığı versin inşallah. Aqiləm, buyurun. Çok sağ ol Rövşen, sağ olun maşallah. Allah saklasın sizi. Allah toy mübarek eləsin. Bu yerəcəm toy çok güzel keçib. Əhl-i Beyt musiqisi, qəsidələr, ibrətnamələr,
muğamlar, qəzəllər. Bakıya xas toydur. Nizami Gəncəvinin bir tane sözü var. Nizami çox böyük dahiydi ya, elə belə adam deyil. Çox böyük. Nizami Gəncəvinin bir sözü var, deyir ki, muğamı dünyada bilməyən bir kəs, muğamı dünyada bilməyən bir kəs pərdəli yolları düz keçə bilməz. Muğamı dünyada bilməyən bir kəs pərdəli yolları düz keçə bilməz. Buradan belə bir məna çıxır ki, muğam təkcə oturub qulaq asıb aycan-aycan demək üçün deyil. Muğam fəlsəfədir, muğam hikmətdir, muğam elmdir. Əli Vahid deyir ki, qoymayın, bu muğamatı gərək elmli insan oxusun. Əli Vahid deyir ki, bu muğamatı gərək elmli insan oxusun. Muğamat da iki hissədən ibarətdir. Bir musiqinin özü, bir də onun mətn hissəsi. Ona elm aləmində poetik mətn deyirlər, yəni qəzəl. Qəzəl olmasa bir iki dənə dalay-dalay deyərsən, diyam qalarsan, bir söz deməlisən, elə deyil. Yəni qəzəl muğamı təmsil edir, ya dərvişlər oxuyurlar. Bir başlanğıc oxudular, bir aranjirovka səsləndi. Orada sonra söz gəlməsə nə olacaq? Bir dağı, iki dağı deyəcək, ay balam, söz bir də görək nə demək istəyirsən də. Yəni muğam və söz bir-birini tamamlayır. Muğam və qəzəl bir-birini tamamlayır. O sahədə də Azərbaycan ədəbiyyatı və musiqisi çox zəngindir. Burada indi mənə deyirlər ki, o Seyyid Əzim Şirvaninin Güşəqıl müxəmməsi var. Güşəqıl mərdə işlərdən deyirəm ki, proqram tutanda bu müxəmməsi salın proqrama, mətn bölməsinə salın ki, bu tələbələrə elm bəxş eləyər, çox şey öyrədər. Burada din var, adət ənənə var, hədis var, Quran var, təbabət var, nə desən var bu 8 ya 9 bəndlik müxəmməsin içərisində çox zəngin bir materialdır ki, bunu gəlir tələbələrimiz öyrənsinlər. Güşəqıl! Mən elə belə deyim də, ya oxumaqla deyim, bilmirəm ki.